Salam, hər vaxtınız xeyir, əziz üçüncülər, valideynlər və müəllimlər. Hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim video isə 3 və daha çox ədədin toplanması mövzusu ilə bağlı olacaq. Bugünkü sınağımız nisbətən çətindir. Vaxt itirmədən istəyirəm ki, sınağımıza başlayaq. Birinci sualda bizə deyir ki, toplama verilib. Yuxarıdakı misallarla bağlı hansı fikir səhvdir? Səhv olanı istəyir. Biz ilk öncə toplayaq. 154 üzərinə gələk 258-i. Onun da üzərinə gələk 197-ni. Daha sonra 197, 154, 258. Biz elə görürük ki, ədədlər eynidir. Üzr istəyirəm. Çox üzr istəyirəm. Biz görürük ki, elə ədədlər eynidir. Ona görə də toplayırıq. 6, daha doğrusu 9, 0, 6. 9, 0, 6. Cavabın hər ikisi 609 alınır. Səhvi istəyir. Deyir ki, hər iki misalın cavabı eynidir. Bəli, eynidir. Daha sonra hər iki misalın cavabı tək ədəddir. Bəli. Sonu 1, 3, 5, 7, 9 ilə bitən ədədlər tək ədədlərdir. Sonu 2, 4, daha doğrusu 0, 2, 4, 6, 8 ilə bitən ədədlər cüt ədədlərdir. Hər iki ədəd təkdir, düzdür. Cəmlərdən biri cüt ədəddir, səhvdir. Hər iki misalın cavabı cüt ədəd deyil. Bu da düzdür. Cavabımız C variantı olmuş olacaq. İndi deyərsiniz ki, mənim şifahi hesabladı. Şifahi hesablamadım. Sizdən öncə bir dəfə də izah çəkmişdim. Alınmadığı səs-küy olduğuna görə silmişdim. Ona görə cavabı oradan qalmışdı. Daha sonra, yəni siz də toplasanız eyni cavabı, eyni cəmi almış olacaqsınız. Keçirik ikinci tapşırığa. İkinci tapşırıqda bizə deyir ki, Lalənin 368 manat pulu var idi. Özünün 368 manat pulu olub. Anası ona 145 manat, atası isə 246 manat pul verib. Ümumi deyir ki, Lalənin nə qədər pul olmuş olacaq? Baxaq. 8 üstə gəl, 5, 13, 13, o da 6, 19. 9 yazırıq bir yadda. 10, 14, 15. 5 yazırıq bir yadda. 4, 6, o da 1, 7. 759 manat pulu olmuş olacaq. Cavabımız B variantı. Keçək digər tapşırığa. Digər tapşırıqda bizə deyir ki, cədvəldəki toplama əməllərindən cavabı eyni olanları rəngləsək, hansı bənd alınır? Deməli, 4 dənə bizə toplama verib. 260, üstə gəl 450, üstə gəl 128. 300, üstünə gələk 480, üstünə gələk 128. Daha sonra 305, üzərinə gələk 350-ni, üzərinə də gələk 148-i. Daha sonra isə 405, üzərinə gələk 128, üzərinə gələk 305-i. İndi eyni olanları istəyir. Eyni olanları da rəngləyib cavabımızı alacağıq. Yaxşı. Burada 8, 11, üzr istəyirəm. 11, o da 2, 13, bir yadda. Daha sonra 3, 4, 7, o da 1, 8. 838. İlk misalımızın cavabı. İkinciyə baxaq. 8, 0 yazırıq bir yadda. Deməli, 7, 8, 9. 908 olmuş olacaq. Burada isə 3, bir yadda, 0, bir yadda. Bu da 803. Daha sonra baxırıq. Burada 18, 8 yazırıq bir yadda. 3, 5, o da 3, 8. 838. Deməli, burada eyni olanlar 1 və 4-cü misallardır. Bunları da rəngləsək, sxem olacaq bu formada. Rənglənmişini istəyir, ona görə B variantı olmuş olacaqdır. Keçək digər tapşırığa. Niyə silinmədi? Keçirik digərinə. Bu biraz sizi düşündürəcək. İstəsəniz videonu dayandırıb özünüz eləyin. Daha sonra isə izaha baxın. Çiçək böyükdür 125, üzərinə 176 müqayisəsini ödəyən ən kiçik 2 cüt ədədlə. Baxın, ədədlə deyirsə, cümlənin davamına baxmayın. İlk öncə buranı tapaq.
ədədlə hissəsi olan hissəyə qədər tapaq, daha sonra isə davam eləyərik. Deməli, ilk öncə sağ tərəfi hesablayaq ki, görək ki, hansı ədəddən kiçikdir. Yəni çiçək hansı ədədlər ola bilər? Çünki 2 dənə deyir. Baxın 2. Orada cümləni diqqətlə oxuyun. Baxarıq. 125, ilk öncə sağı toplayaq. 125, 125, üzərinə gələk 176. 1 yadda. 1 yadda, bu da 3. 301. 301-dən böyük, uşaqlar baxın, 301-dən böyük ən kiçik 2 cüt ədəd. 301-dən böyük olan hansı ədədləri tanıyırsınız? Bəli, təbii ki, 302. 302. Biz 303-ü götürə bilmərik. Ardıcıl şəkildə onları götürə bilmərik. Niyə? Çünki cütdəyir axı. Mən dərsin başlanğıcında nə dedim? Sonu 0, 2, 4, 6, 8 ilə bitən ədədlər cüt ədədlərdir. Biz 303-ü götürsək, təbii ki, də nə olacaq? Tək ədəd alınmış olacaq. Bizim şərtdə isə uyğun olmayacaq. 302-dən sonra cüt ədəd olan 304-dür. Bunları toplayıb, hələ ədədləyə qədər hissəsini tapırıq. 6, 0, 6. Deməli, cavabımız 606. İndi davam eləyək. Ədədlər 298 ədədinin cəmi. Bəli, çaşdırmamaq üçün silimsiz. 606 eləmiş oldu. Sonra da 298-i toplayırıq. Toplayaq. 2, 1 yadda, 0, 1 yadda, 8, o da 1, 9. Cavabımız olacaq, mən orada səhv elədim, 298 deyir. 606, üzərinə gələk, 298. Mən 6 yazmışdım. Deməli, cavabımız 4, 0, 1 yadda, bu da 9 eləmiş olacaq. Cavabımız 904 B variantında bizə verilib. Keçirik digər tapşırığa. Digər tapşırıqda bizə deyir ki, modellə göstərilmiş cəmdə 248 vahid böyük olan ədəd hansıdır? İlk öncə misalı görək. Deməli, 200-lük, 2 onluq, 1, 2, 3, 4, 5, 6, 7. 7 təklik, üzərinə gələk 300-lük, 3 onluq, 1, 2, 3, 4, 5. 5 təklik. Toplayaq bunu. 7 üstə gəl 5, 12. 2 yazırıq. 1 yadda. 3, o da 3, 6. Daha sonra da 5. 562-dən 248 vahid böyük olan ədəd istəyir. 2 üstə gəl 8, 10, 0 yazırıq. 1 yadda. 6 üstə gəl 4, 10, o da 1, 11. 1 yadda. 5 üstə gəl 2, 7, o da 1, 8. Cavabımız 810 olmuş olacaq. Cavabımız D variantı. Keçirik digər tapşırığa. Bunu da silək. Aşağıdakı misallardan hansının cavabı doğru göstərilmişdir? Yaxşı, bir-bir gəlin hesablayaq. Yorulacaqsınız, amma özünüz dayandırıb məndən tez tapa bilərsiniz. 146, üzərinə gələk 323, üzərinə gələk 451. Yaxşı, 6 üstə gəl 3, 9, o da 1, 10. 1 yadda. 5, o da 2, 7. 7 üzərinə 5 gəlsək, 12. 2, 1 yadda. 2, o da 3, 5, o da 4, 9. 950, bu düzdür. Cavabı doğru göstər. Elə doğru cavab yox, bu səhvdir. 920. Bu səhvdir. Bu səhvdir. Daha sonra 267, üzərinə gələk 193, üzərinə gələk 511. Deməli, 10, o da 1, 11. 1 yadda. 7, o da 9. 16, o da 1, 17. 1 yadda. 3, o da 1, 4, o da 5, 9. 971. Bu da səhvdir. Bizdən doğrunu istəyir. Ona görə bizi dağa daşa salır. Yəqin ki, D variantı olacaq. 382 sadəcə sizi düşündürməyə çalışır. Üzərinə gələk 206, üzərinə də gələk 208.
Deməli, cavabımız olacaq burada 8, 8, 16, o da 1, 9. Daha sonra 5, o da 2, 7, 796 düzgün cavabımızdır. Digərini də hər ehtimala qarşı toplayaq. 293 üzərinə gələk 527, 27 üzərinə gələk 105-i. Aha, 105-i. Mənim burada yerim yoxdur yazmağa. Deməli, 3 üstə 7 eləyir 10, o da 5, 15. Hara yazım? Aha, 15. Buraya yazıram. Rəngin dəyişir. Aha. Bir saniyə. Alınmadı. Aha, düzəltdim. Deməli, 15 bir yadda. Daha sonra 10, o da 2, 12 bir yadda. 5 üstə 2, 7, o da 1. 8, o da 1, 9, 920, 6 niyə eləmiş oldu? Bu da səhvdir. Deməli, düzgün cavabımız C variantı olmuş olacaq. Keçək digərinə. Bu yazı nəsə məni incitdi. Deyir fermada 248 quzu, çox elə bil ki, qalın oldu yazı. 248 quzu, 139 qoyun var. Aha, bunları hesablasaq. Deməli, bu eləyəcək 7, bu eləyəcək 8, bu da eləyəcək 3. 387. Keçilərin sayı isə qoyun və quzuların sayının cəmi qədərdir. Yəni, bu qədər, bunların ikisi bu qədərdir. Keçilər isə təklikdə elə 387 dənədir. Quzuların sayı cəmi qədərdir. Fermada cəmi neçə heyvan var? Ümumi heyvan sayını soruşur. Bunun üzərinə də 387-ni gələcək. Bu da eləyəcək 7 üstə 7, 14 bir yadda, 16 da bir 17 bir yadda, bu da eləyəcək 7. 774 baş heyvan var. Keçək digərinə. Üzr istəyirəm. Aşağıdakı misallardan hansının cavabı digərlərindən böyükdür? Yaxşı, baxaq. İstəyirəm elə bura yazım. Deməli, bura eləyəcək 9, bura eləyəcək 9, burada eləyəcək 7, o da 1, 8. 899. Daha sonra 12, o da 3, 15 bir yadda. 5, 6, 9. Daha sonra 2, 6, 8, o da 1, 9. Bu da eləyəcək 995. Daha sonra baxaq. 13, o da 6, 19 bir yadda. 9 burada eləyəcək. 6, o da 100, 9. 999 burada eləmiş olacaq. Daha sonra 13 neçə eləyəcək? Deməli, bir saniyə. Aha, 2. Daha sonra 3, o da 2, 5, o da 2, 7. Daha sonra 4 üstə gəldi. Bu da eləyəcək 8. Deməli, ən böyüyü ilə 999 C variantı olmuş olacaq. Keçirik digər tapşırığa. Aha, yuxarıdakı ədədlər verilib. 329, 471, 389, 412, 173. Yuxarıdakı ədədlərdən ən böyüyü ilə ən kiçiyinin cəmindən. Aha, cəmindən. Buraya qədər o ədədlə bayaq elədiyimiz misal kimi ədədlə qədər olan hissəsini eləyək, daha sonra isə davam eləyək. Cəmindən ən böyüyü hansıdır sizcə uşaqlar burada? 412 yoxsa 475? 71, təbii ki də 471. 471 ən kiçiyini istəyir. Ən kiçiyi də burada 173-dür. 173. 471 ilə 173-ün cəmini istəyir. 4, 4, bu da 6. 644
böyüyü ilə ən kiçiyin cəmindən 175 vahid böyük olan ədədi 175 vahid böyük olan, yəni böyük, vahid böyük nə deməkdir? Toplayırıq. Yəni ədədləri toplayacağıq. 9, 1, 1 yadda 8. 819 ədədini onluqlara qədər yuvarlaqlaşdırın. Onluqlara qədər yuvarlaqlaşdıranda da 820 alınmış olacaq. Cavab C variantı. Keçirik digər hissəyə. Cədvələ əsasən sual işarəsinin yerində hansı ədəd olmalıdır? Yaxşı, gəlin tapaq. 113 üzərinə gələk 304-ü. 7, 1, 4. Deməli, 714, daha doğrusu 417, 417. Daha sonra 304 ilə də 215-i toplayırıq. 9, 1, 5. Daha sonra isə bunların cəmini, yəni 417 üzərinə gəlirik 519-u. Bu eləyəcək 6, 3 və 9. 936 C variantında bizə verilmişdir. Baxırıq digərinə. Adi modellə verilmiş toplama əməlinin cavabı hansı bəndə göstərilmişdir? Yaxşı. İlk model 100. Neçədir bu? 1, 2, 3, 4, 5, 6. Bir yüzlük, 6 onluğu və 2 təkliyi var. İkincisində isə 2 yüzlük, 3 onluq, 4, 5. 5 də təkliyi var. Daha sonra digərində isə 1, 2, 3, 4, 5, 6. 6 onluq var. 5 də təklik var. Yüzlüyü yoxdur. Görürsünüz, yüzlüyü boşdur. 7 o da 5, 12, 1 yadda. 7 o da 3, 10, o da 6, 16, 1 yadda. Daha sonra isə 5. 562 ədədi deyir, hansı bəddə doğru göstərilmişdir. 5, 400'lük, baxın. 500'lük, haradadır bu? 500'lük. Ya mən səhv hesabladım. 500'lük yoxdur. Bir üstə 462. 4 yüzlük, 6 onluq, 2 təklik bizə C variantında verilmişdir. Daha sonra keçək 12-ci tapşırığa. 12-ci tapşırıqda bizə deyir ki, mağazadakı 3 yeşikdən birincisində 245, ikincisində isə 137 kilogram, 137 kilogram. Üçüncüsündə isə bunların cəmindən, birinci tapaq. Deməli, 2, 8, 3. Cəmindən 271 kilogram çox üzüm var. Üçüncü yeşikdə neçə kilogram üzüm olduğunu soruşur. Ona görə də üzərinə 200, ikisini toplayıb, cəmi ilə üçüncü yeşikdə olanın daha sonra deyir ki, ikisinin cəmindən 271 kilogram çox üzüm var. Baxaq nə qədərdir. Daha sonra 5, 1 yadda, 5, o da 1, 6. 653 kilogram üzüm var. Bu da B variantında bizə verilib. Uşaqlar, bugünlük video izahımız bu qədər. Əgər videonu bəyəndinizsə, bəyənməyi, dostlarınızla bölüşməyi və kanala abunə olmağı unutmayın. Qeyd edin ki, ödənişli dərslərimizə də qoşulmaq istəyirsinizsə 050 500 47 42 nömrəsi ilə əlaqə saxlayıb ödənişli dərslərimizə qoşula bilərsiniz. Bugünlük bu qədər. Hələlik.